Bir dənə Əli Əsədovun diksiyasına qulaq asaq, görək nə demək istəyir bu. Möhtəşəm zəfərimizdən qazanılmış təmin möhtəşəm qələbəmizin qazanılmasında və milli təhlükəsizliyin daha da gücləndirilməsi Ali Başkomandan Prezident cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan deputatların qaldırdıqları məsələlərin biri qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər bir hansı region yoxdur. İndi belə bir sual vermək istəyirəm sizə. Bunları kim təyin edib ora? Bunları kim təyin edib? Baş nazir, biz təyin etmişik. Millət vəkillərini, nazirləri, bunların hamısını, yəni xalq olaraq biz eləmişik. Bunların səbəbkarı da bizik. Nə vaxta qədər ki, biz susacağıq, bax bizi idarə edən belə bir insanlar olacaq. Heç bir danışıq qabiliyyəti yoxdur, heç bir diksiyası yoxdur, heç vallahi bilmir nə danışır, nə oxuyur, sadəcə özündən oxuyur. Soruşsan ki, nə barədə gedir bu mövzu buradan, neydən danışırsan, bilməyəcək o. Sadəcə veriblər əlinə ki, bir vərəqi ki, çıx oxu günə bunu, bəsindir. Takip atmağı unutmayın.